Herkese salam. Azvaqin YouTube kanalına xoş gəlmisiniz. Bugün sizinlə əmək haqqı ilə bağlı gross və net anlayışlarının fərqlərinə baxacağıq. Birinci olaraq gross, yəni brüt əmək haqqı işçinin ümumi qazancını ifadə edir. Bu məbləğdən vergi, sosial və digər qanuni tutulmalar çıxılmamış olur. İşə götürən tərəfindən işçinin razılaşdığı müqavilə məbləği adətən brüt olaraq göstərilir. Misal üçün, bir işçi ilə 1500 AZN brüt əmək haqqı üçün razılaşıbsa, bu məbləğdən tutulmalar çıxılmadan əvvəlki məbləğdir. Digər, net, yəni xalis əmək haqqı işçinin əlində qalan, yəni bütün vergilər, sosial sığorta və digər tutulmalar çıxıldıqdan sonra aldığı məbləğdir. Bu, işçinin faktiki olaraq istifadə edəcəyi puldur. Məsəl üçün, əgər bir işçinin ümumi, yəni brüt əmək haqqısı 1500 AZN-dirsə və ondan 300 AZN vergi və tutulmalar çıxılırsa, işçinin xalis əmək haqqısı 1200 AZN olacaq. Bəli, əziz izləyicilər, videomuz burada sona çatır. Bizi izlədiyiniz üçün təşəkkürlər. YouTube kanalımıza abunə olmalı və videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.